Kanalımda 18-dən 3 dənə video var. Çəkirsən, hə? Hə, git çəkirəm. Əyirsən. İnçatqa. Bayaqdan necə? Sən yaman görüşürsən. Nə olacaq? Saat ye bəlkə. Çox pis. Axır ki suyu aldı. Deməli dostlar, Niyə reklam edirsən? İşləmə. Kameramanımız biraz şey taladı. Hamıya salam dostlar, kanalıma xoş gəldiniz. Mən Fərid, bu yeni Mən də Amin. Həsən. Gedirik instituta. İnstituta gedirik. Baxdım ki, mənim kanalımda 2-3 dənə video var olmuşsa. Dedim, universitet videosu yoxdur. 3 ildir bu xaravadayım, bir dəfə olsun institut videosu çəkməmişim. İnstitut yaxşı, universitet nədir, qardaş? İnstitut daha yaxşıdır. Siqaret çəkmə. Qadağandır. Beşən fikirləşmə. Türkçəni tərcih etmək istəyirəm. Hə, indi biz nəyə görə gedirik universitetə? Normalda mənim dərsim var. Bir də ki, Amin çıxır gedir buradan, Rusiyaya gedir. Ona görə gedirik onun müəllimlərinin yanına, müəllimlərə qiymət yazmalıdır. Bir də biraz institutu gəzərik, göstərərəm sizə. Sağ sol, yəni gələn il gəlmək istəyirsə gəlməyin, xəbəriniz olsun deyə. Yəni baxın ki, dağın təpəsində oxuyuruq. Nə təpəsində? Dağın təpəsində oxuyuruq. Sən Allah seriozlam, yəni gəlməyin bura. Yəni bura Sparta Süleyman Demir Universitetidir. Başını buraxın. Nicat qalx. Bayaqdan Nicatı gözlürük. Hələ də gəlmir. Açırmı bu görün? Mənki bu qədər qəşəng deyil. Allah haqqı. Bu da bizim Azərbaycan Respublikasının hər bir vətəndaşının olduğu bir... Bayaqdan orada Nicat mənim. Nə çəksən? Bu ne de? Metronun içinde bu ne de çekilir? Vlog çəkirim də. İki daşın arasında bunun iş yerinə girdik. Bunun dostu orada işləyir. Yəni hamısı Azərbaycanlı uşaq. Hamısının dostu belə deyim. İki daşın arasında bizə kofe düzəltdi verdi. Çox sağ olsun. Nə etsən? Karamel latte edirəm sana. Yox, macchiato. Azərəm, mən də karamel latte edirəm. Ümumiyyətlə mən kofe sevmirəm. Amma istəyirəm bir dənə karamel latte içirəm, o da şirindir deyə. Sən də şirinsən, də xəbərin yoxdur bu. Ne şirinemek. Tamam, cüzdanın şeydə. Ehtiyat olarak mı? Get. Sen mi yiyin? Görgüsüzlər. Benim otobüsdə gedim. Nə deyirsən hə? Nə olmuş? Görgüsüzlər. Sən yaman görüşürsən. Beyefendi. Çok süper. Gəldik, çatmışıq, institutdayıq. Şeyin stoları. Bu şəhərdə 2 dənə institut var. Bir Süleyman Demirel, bir də Isparta Uygulamalı Bilimlər. Bu uşaq Isparta Uygulamalı Bilimlərdə oxuyur. Ona görə bunun bütün institutu Doğu kampusundaydı. Eləmi? Yoxsa başqa yerdə varmı? Doğum dövründəydi. Hər nəsə, bu ziraat mühəndisi oxuyur. Yəni sözün açığı oxumur. Yəni bir şey qalmır. Qanmır nə? Həqiqətə dəyilsə. Düşmene bir dertli gede beynine. Qonan atıram qılavlığında var, gəlin tök düşün. Çin kulübüne geldi. Amma bir şeydən burada qəşəng Çok beni derin yani en önemli yani en önemlisi de baba en önemli özelliği de qəşəng mənzərəmiz var dostlar. Dağ, təpə, yəni özünü şeydə istəyirsən. Universitetdə yox, elə bir gəlirsən pikniyə. Bir kere çalışırsan. Dağa gəl. Mükemmel manzara, mükemmel. Görüyorsunuz. Anlatmaya gerek yok. Qoyun oturmağa gəlsə elə, buna baxın. Bu akşam nə yapıyorsunuz? Yok. Dolar elədir var. Ay ne. Amin. Nə bilim, mən kimlərlə vlog çəkirəm. Bu da bunların institutu. Ziraat. Çok teşekkür ederim. İşte çok güzel. Bir fakülte var. Allah kasakana yaxşı. Qıraqlar şey lütfətə. Hocam merhabalar. Hocam merhabalar. Baxın görün nə olsun. Bir öğrenci benzesi. Ama sen 3'ten başlamıyorsan 3'ten başla. Yani bu ne olursa olsun. Bunu sənə indi orada institutdan istəyiblər. İnstansiyada öğrenci bəlgəsi, Aha. transkript, bu vaxta qədər aldığım bütün dərslər. Bir də pasportun tərcüməsi rus dilində. Bunlar bu notariusda tərcümə etdirməliyik. Çarşıya gedirik, değil mi? Kaç çarşıda yok bu şey. Yox, buradasını tavsiyə eləmirlər. Niye lan? Deyib biz onu daxil döyürük.
Fakültemiz öğretim üyelerinin tamamlanan yeni balık türleri. Tanımlanan. Ne olacak? Çıxartıb ye bəlkə. Çox pisli. Yesən nasıl olar? Bura su ürünlər fakültəsi, o tərəfə ziraat fakültəsi. Hazırlama. İkisi bir arada. Yaxşı, bu indi balıqlar nədir ki böyle? Bunu oxuyamıram. Türkiye Honduras sorma. Olmaz açma. Xəstəsən ha? Yetmiyor burada tek. Böyük balıq. Dostlar, biz normalde oradaki durağa minməliydik, yəni dayanacağa. Prosto dedik ki, su istəyirik. Gedək su alaq. Sonra çarşıya gedək. Çarşıda yarım saat yoldur avtobus. Buradan uzaqdır. Nəysə belə. İndi Amin bəy, siz nə fikirləşirsiniz bu institut haqqında? Biraz insanlara bilgi verək. Universitetimiz haqqında. Evet. Yavaş. Bıram. Qalxma gəl. Ha bax elə çək. Ya da get o tərəfdən çək. Ay danış da biz. Üniversitet barəsində deyirəm. Yəni açıq danışım. Gəlib oxuyar. Oxuyar Türkiyədə. Fərqi yox, hansı bölüm olursa olsun. Mən oxuyan deyiləm. Nəzər oxuyan deyiləm. Mənim ilgimi pul çəkir, işləmək çəkir, nə bilim. Oturub evdə rahat kitab oxuyanmaram mən. Hani gəlir imtahana hazırlaşım, o ne edeyim, bu ne edeyim. Amma oxuya bilməyən adam üçün gəlib oxusun Türkiyədə, yəni məsləhət görürəm. Amma yox. Oxuyan adam gəlirsə fırlamaq üçün mənə gəlməsin. Çox məntiqsizdir yəni. Mən belə deyə bilərəm ki, yəni oxumaq istəyirsinizsə, yəni ya da nə bilim yaşamaq istəyirsə bu ölkə, bu şəhərə gəlməyin. Spartaya gəlməyin. Mənim qəti qərarım bir dənə budur. Sparta indi araşdırın, baxın nədirsə deyəcəklər Antalyaya yaxındır, sizi aldıracaqlar böyük ehtimal. Ki deyəcəklər Antalyaya bir saat, yarım saat yol. Sadəcə insan sıxılır biraz. Çox balaca şəhər, çox balacadır. Eləmək şey, Gəncə buradan yekədir yəni. Amma Gəncə nə olacaq bura? Gəncə buradan yekədir da, yəni onu demək istəyirəm. Şəhər baxımından öyrənci şəhəri. Çox qəşəngdir yəni bu barədən ki, çöl qaynayır. Millət çöldə. Səhərə kimi, yəni kluba gedən var. Nə bilim, indi mən hər tərəfdə danışıram. Düzdür, gecə həyatı var burada. Gecə həyatı var, amma adamın şəhər sıxırsız gəzməyə çox yerləri yox. Qışı çox soyuq olur, dəhşət çox soyuq olur. İndi belə soyuqdur yəni. İndi belə soyuqdur, may ucu qutarır, yay girəcək birazdan. Hə, mal 20. Amma Hələ bir Moskvadadır. Sarında çox soyuqdur. Axır ki suyu aldı Migros'ta. Qəxsəyəcəməz. Deməli dostlar, Niyə reklam edirsən ki? Heç olmaz Zeysudur bu, yəni bizdə yoxdur. Var ya bizdə prosto şey yoxdur. Bir dəfə girmişəm bu Migros'a, bu haravaya. Mən polisə verirdilər az qalsın. Deyir şeydir, burada çəkiliş qadağandır. Deyirəm çəkiliş qadağandır, videonu silən də yaxşı. Farklı bir şey almışdım. Zili kimi çıxdı qazan. Nə olsun ki? Gidi. Ay reklam Bizdə populyardır dedilər. Elə bir şey yoxdur. Nə yox? O zaman milyon Abu takipçim yoxdur ki şey eləməsin. Abu Talib kim? Abu Talib, Abu Heyran. Dən danışmışıq dilini. Kürt dilində yox, kürt şiirəsində. Gedir indi avtobusa minməyəm. Bu avtobus biz sizin adı uşaqları. Allah haqqı, yəni Survivor. Survivor. Yəni ingiliscəm yaxşıdır, prosto oyun olsaz deyəmirəm. Həyatda qalmadı elə bura, Allahın da olsun deyirəm. İndi ödəyirsən pulu, gəlsən görsən girişdə. Avtobus gələn kimi hamı hücum edir avtobusa ki otura bilsin. Tam durur belə. Dayı nazir deyə qalsın. Daha ne saatdir? Dayı üstünə baskın edir. Təsəvvür edirsən, çölləsin. Yaxşı da yaxşı. O da öyle. Gəlmiş indi Amin notariusa. Vərəqə perevod eləmək üçün. Bura deyil, qabaqdadır. Qabaqdadır. Məmləm. Axır ki çatdıq. Səni çəkməyəcəm böyük makabaram. Deməli dostlar, bayaqlarım girdiyimiz yerdə biraz aqressiv anlar yaşadıq. Deməli girmişik içəri. Bu uşağın adı Amin Həsənovdur. Bu da deyir ki, ingilis dilində normalda Amin Həsənov yazılır. Həsənov yazılır. Bu da normalda Rusiyada i yazılmalıdır. Elə bir dənə sən başa sal. Yəni Rusiyada i yazılmalıdır. X hərfi də x olmalıdır, Xasanov. Bunlar da bilmirlər. Bəyannamə verilməli ki, öz dilində yaz və rus dilində istədiyin kimi yaz ora ki, biz sənin adını buna çevirək. Belə notarius mən dünyada işlətər görürəm yəni. Yəni Azərbaycanın ucqar şəhərlərində belə bəncə yəni notarius olsa da bundan daha yaxşı işləyər. Bunu da vurğulayım. Yox, bizdən elə aqressiv danışır arvad, oturub. Axırda qayıtdı dedi sən düşmanlıq, sən nə bizdən belə danışsan?
Yo özünü qaldırıb şeylə mənə belə eləyir, hə, deyə arkadaş türkçə bilmiyor mu? Sən qaydım deyən bir dənə sizindir türk dili, başa düşmədim. Dəhşətdir ya. Bu ölkəyə gəlməyin Allah. Videonun başında demişdik oxumaq üçün. Yəni oxumağın başını buraxın, gəlməyin valla. Ümumiyyətlə burada yəni özünüz əgər gəlsəniz görərsiniz bütün rəsmi qurumlarda, yəni rəsmi olan yerlərdə də bütün işçilərin hamısı belədir. Egoist, yəni ki xanadlar. Özlərini elə aparırlar, elə bir dənə şey bulardı. Sağ olun. Gəlmişik çay içməyə. Qayıtdım şeylədim. Orada mən özüm ilə hərəkət vurdum ki, şeydə Azərbaycan türkçəsində çevirsin yoxsa yox. Belə O eləyir. qalibi Azəricə. O hə Azəricə deyəndə dava oldum yəni Allahım dostum. Sən demə Azəricə deyil, Azərbaycandır. Aqressivdir. Yanından boş-boşuna yəni danışmasınlar ki, Azərbaycan Türkiyə qardaşdır. Ola bilər politik konudan, amma dolu konudan yoxdur heç bir şey. Sıfır yəni. Həqiqətən sıfırdır. Amma o Sərdaş xala qəşəng idi. Hə, Sərdaş xala yaxşıdır. Mən dedi sizə arasız dedi, azlanıram dedim. Dedi mən dünəndən Bakıdaydım. Ondan əvvəl üçün Gəncəyə getmişdim. Çox qəşəng ölkələrdə tərəfləri biraz. Yəni yaxşılar da var, heç bir deyənmərəm, amma genel olaraq çox aqressiv millətdir onlar. Başa düşə bilmirəm mən yəni. Heç səmimiyyət görənmirəm. Qurban olun bizim millətə. Vallahi Allahın olsun. Mən həmişə deyirəm. Yəni bizim millətdən başqası yalandır. Burada heç nə yoxdur. Burada nə indi pisliyi bizi deport edirlər təzəvvür. Amma olanı budur. Fakt olan budur. Yəni tələbəlik yəni burada çox interesində həyat. Çətindir sözlə söz. Bilmirəm, nəysə dostlar, yəni bu video bu qədər idi. Normalde üniversite göstərməliydik biz sizə, prosto belə qarışıq bir vlog oldu. Videonu bəyəndiyseniz bəyənin, bəyənmək istəmişsiniz bəyənməyin. Yəni elə bir şey yoxdur. Çox dəyişən bir şey olmayacaq olursa. Yəni çox sağ olun videoyu izlədiyiniz üçün. Hələlik. Elə.